Bismillahirrahmanirrahim. Həzrəti Mövla Nəhcül Bəlağənin 5-ci hikmətli sözündə belə buyurur. Əl-ilmu virasətun kərimə vəl-adabu huləlun mücəddədə vəl-fikru mir'atun safiyyə. Elm dəyərli mirasdır, ədəb ərkan, gözəl və köhnəlməyən libasdır, paltardır və fikir, düşüncə saf ayna güzgüdür. Həzrəti Mövla bu hikmətli sözün birinci hissəsində, ümumiyyətlə bu hikmətli sözdə 3 mühüm məsələyə işarə edir. Çox mühüm məsələdir. Birincisi budur ki, Həzrət buyurur, elm dəyərli, qiymətli mirasdır. Nə mənada? Miras nəyə deyərlər? Yəni, insan dünyadan gedir, özündən sonraya nələrsə saxlayır qalanlar üçün. Buna deyərlər miras. Həzrət Mövla buyurur ki, elm, bilik ən dəyərli mirasdır. Maddi miras saxlamaq iftixar deyil. Məsələn, qızıl, pul, mülk saxlayıram. Bu iftixar ediləsi bir şey deyil. Daha çox qiymətli, dəyərli miras Həzrət buyurur ki, elm və bilikdir. Allah Rəsulü də bu barədə buyurur. İnnəl uləmaə vərəsətul ənbiya. Alimlər həqiqətdə peyğəmbərlərin vərəsələridirlər. İnnəl ənbiyaə ləm yüvərrisu dinarən və la dirhəmən. Həzrət buyurur, peyğəmbərlər özlərindən sonra dirhəm, dinar, irs qoymazlar, miras qoymazlar. İndiki dildən desək, pul vahidləri, qızıl qoymazlar. Peyğəmbərlərin mirası görək nədir? Həzrət buyurur, وَلَكِنْ وَرِّثُ الْعِلْمَ. Peyğəmbərlər özlərindən sonra elm, bilik irs qoyarlar. Onların mirası elm və bilikdir. فَمَنْ أَخَذَ مِنْهُ أَخَذَ بِحَظٍ وَافِرٍ. Hər kəs peyğəmbərlərin mirası olan elmdən, bilikdən bəhrə alarsa, bəhrə apararsa, həqiqətdə çoxlu bəhrə qazanıbdır, bəhrə aparıbdır. Buna xatir Həzrəti Mövla hikmətli sözün əvvəlində buyurur, Əl-ilmu virasətun kərimə. Elm və bilik dəyərli, qiymətli mirasdır. Sonra buyurur, Vəl-adabu huləlun mücəddədə. Ədəb, ərkan, etik normalar köhnəlməyən gözəl libasdır, paltardır. Adabdan məqsəd əxlaqi dəyərlərdir. Gözəl əxlaq, gözəl rəftar, təvazukarlıq, əmanətdarlıq, sədaqət, məhəbbət, danışıqda fəsahət, bəlağət. Həzrəti Mövla bu hikmətli sözdə ədəbi bənzədibdir gözəl libasa. İnsan istənilən gözəl libası, paltarı geyinir, bir müddətdən sonra o köhnəlir, öz gözəlliyin, öz təzəliyin itirir. İndiki dildən desək, istənilən paltar bir müddətdən sonra moddan düşür. Amma təzəliyin, gözəlliyin itirməyən, zinətli, gözəl paltar Həzrət Mövla buyurur ki, ədəbdir, əxlaqdır, etik normalardır. İnsan təvazukardır, insan əmanətdardır, sədaqətlidir və s. Və danışığında gözəl danışır, şirin danışır, gözəl əxlaqa sahibdir. Bu həmişə zinətdir insana. Buna xatir Həzrəti Mövla buyurur ki, ədəb ərkan, əxlaq insana həmişə gözəl libasdır, həmişə zinətdir. İnsan istəyə həmişə zinətli ola, gərək ədəbin düzəldə, ərkanın düzəldə, əxlaqın düzəldə. Nə edək ədəbimiz düzəlsin? Həzrət Mövla buyurur, Kəfa ədəbən li nəfsikə, ictinabu ma təkruh. Kəfəkə ədəbən li nəfsikə, ictinabu ma təkrəhuhu min qayrik. İstəyəsən ədəbli olasan, ədəbini gözəlləşdirəsən, gözəl ədəbə sahib olasan, başqalarında bəyənməyən xüsusiyyətlərdən çəkin. Necə? Məsələn, başqasında bir hərəkət görürsən ki, o yaxşı hərəkətdir. Məsələn, ucadan danışır cəmiyyət arasında, ucadan qəhqəhə ilə gülür. Xülasə, hər hansı bir hərəkət ki, sən bəyənmirsən başqalarından, onu özündə yaratma.
Özün o işdən, o hərəkətdən uzaq qal. Həzrət Mövla buyurur ki, belə eləsin, sən ədəbli olacaqsan. Sənin ədəbli olmağın üçün bu yetər, bu kifayət eləyər. Başqalarında bəyənmədiyin xüsusiyyətləri, hərəkətləri özündə yaratma və özün həmin əməllərdən, hərəkətlərdən uzaq qal. İmam-ı Sadiq əleyhissalamdan bu məsələ haqqında, ədəb haqqında, gözəl rəftar haqqında bir hədisi sizlərə xatırladım. Həzrət İmam-ı Cəfər Sadiq əleyhissalam buyurur ki, dostlarından birinə tapşırır. Buyurur ki, mənim bu sözümü, xəbərimi, tapşırığımı bütün bizi sevərlərə, mənim şiyələrimə çatdırın. Ki sizi, yəni bütün bizləri, Həzrət İmam Sadiq əleyhissalam görək nəyə dəvət eləyir. Həzrət buyurur ki, sizləri təqvalı olmağa dəvət edirəm, vərəli olmağa dəvət edirəm, Allah yolunda çalışqan olmağa dəvət edirəm, sədaqətli olmağa dəvət edirəm, əmanətdar olmağa dəvət edirəm, xoşrəftar olmağa çağırıram ki, cəmiyyətdə başqa müsəlmanlarla, başqa insanlarla xoşrəftar oluz. Həzrət buyurur, başqa müsəlmanlarla. Bilirsiniz, İmam Sadiq əleyhissalamın dövründə müsəlmanlar arasında bir çox məzhəblər formalaşmışdı. Hər məzhəbi o məzhəbin belə banisi ilə tanıyırdılar. Buna xatir o səbəblərdən biri ki, bizlərə Şiyə Cəfəri deyiblər. Həzrət Mövla bu məsələyə işarə eləyir. Cəmiyyətdə başqa müsəlmanlarla xoşrəftar oluz. Xoş əxlaqlı oluz ki, əmanətdar oluz, təqvalı oluz ki, desinlər sizin xoş əxlaqınızı görəndə, sədaqətli olmağınızı görəndə, əmanətdar olmağınızı görəndə, yaxşı, gözəl danışığınızı görəndə, desinlər, haza Cəfəriyyun, bu Cəfəri məzhəbdir, feyəsurruni, belə olduqda mən şad oluram. Deyirlər, haza ədəbu Cəfərin, bu Cəfər ibn Muhammed əleyhissalamın ədəbidir, İmam Sadiqin ədəbidir ki, bunlar ki, bu cür gözəl, xoş əxlaqa, rəftara sahibdirlər, İmam Cəfər Sadiq əleyhissalamın şiələridirlər. Buna xatir əxlaqları gözəldir. Həzrət hikmətli sözün davamında buyurur, vəl fikru mir'atun safiyyə. Düşüncə saf, şəffaf aynadır, güzgüdür. Düşüncə əgər saf olarsa, yəni həvai həvəsdən, yəni nəfsani istəklərdən, düşüncələrdən, şeytani düşüncələrdən uzaq olarsa, insana gözəl, doğru yol göstərər. İnsanı hidayət eləyər. İnsana dostun, düşmənin tanıtdırar. İnsana haqqı, batili tanıtdırar. Buna xatir düşüncə dinimizdə, rivayətlərimizdə ən üstün ibadət sayılır. Ki, İmam Sadiq əleyhissalam buyurur ki, təfəkkuru saətin xeyrun min ibadəti sənə. Bir saat düşünmək, bir ilin ibadətindən üstündür. Başqa bir hədisində İmam Sadiq əleyhissalam buyurur ki, kana əksəru ibadəti Əbi Zərrin rəhmətullah əleyh ət-təfəkkur vəl-i'tibar. Həzrəti Əbu Zər əleyhir-rəhmənin ən çox ibadəti düşünmək, fikirləşmək və ibrət almaq idi. Nə üçün bu qədər mühümdür düşünmək? Nə qədər əhəmiyyət kəsb eləyir? Ki, insan Allah haqqında düşünə, Allahın yaratdıqları haqqında düşünə, yerlərdə, göylərdə baxa, ibrət ala. Bir alimdən soruşurlar ki, hansı düşüncədir ki, İmam Sadiq əleyhissalam buyurur, bir saat, bir an düşünmək 100 ilin ibadətindən üstündür. Hansı düşüncədir o? O alim buyurur ki, o Hürr ibn Yazid Riyahinin düşüncəsidir. Hürrü ki, hamınız tanıyır. Şühəda-i Kərbəladandır. Hür Aşura günündə bir an, bir saat düşündü. Və özü belə buyurdu ki, özümü cənnətlə cəhənnəm arasında görürəm. Yaxşı düşündü, yaxşı fikirləşdi, cənnəti seçdi, haqqı seçdi, imamı seçdi, tağutu buraxdı, şeytanı buraxdı, cəhənnəmi buraxdı. O alim buyurur ki, o düşüncə ki,
bir an düşünürsən, bir saat fikirləşirsən, 100 ilin ibadətindən üstündür. O hürr kimi insanların düşüncəsidir. Və bizlərə örnəkdir, hürr bizlərə nümunədir. Və hürrün timsalında bir çox insanlar olub tarixdə. Düşünüblər, haqqı seçiblər, hidayət olublar. Buna xatir Həzrəti Mövla bu hikmətli sözlə buyurur ki, vəl fikru mir'atun safiyə. Düşüncə saf aynadır. Allah'a and verirəm öz izzət kərəminə, Həzrətin buyurduqlarına əməl etməkdə bizlərə tövfiq inayət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.